Gənc bağbanın dərsi. Qədim zamanlarda uzaq bir kənddə hər kəsin həsəd apardığı böyük bir bağ var idi. Bağın sahibi yaşlı bir kişi işlərini gənc köməkçisinə tapşırmışdı. Gənc oğlan çox çalışqan olsa da, hər şeyin tez bir zamanda böyüməsini və çiçək açmasını istəyirdi. Bir gün o, bağın küncündə hələ də düzəlməyən nadir bir bitki toxumu gördü. Oğlan hər gün həmin yerə daha çox su tökür, torpağı tez-tez qazıb baxırdı. Lakin günlər keçsə də bitkidən heç bir soraq yox idi. Və bu, gənci çox narahat edirdi. O, qocaya yaxınlaşıb dedi: "Mən hər şeyi edirəm, amma bu toxum niyə düzəlmir?" Qoca müdür səsinə gülümsəyərək cavab verdi: "Sən ona qayğı göstərirsən, amma onun ən böyük ehtiyacını unudursan. Hər bir canlının öz zamanı var. Sən torpağı tez-tez qazmaqla ona kömək yox, mane olursan." Gənc oğlan qocanın sözlərindən sonra bir müddət həmin sahəyə toxunmamaq qərarına gəldi. O, sadəcə uzaqdan nəzarət edir və bitkinin təbii inkişaf vaxtını gözləyirdi. Həmin müddətdə gənc oğlan səbirli olmağın nə demək olduğunu dərindən hiss etməyə başladı. Bir neçə həftə keçdikdən sonra torpağın altından zərif və yaşıl bir cücərti boylandı. Bu bitki bağdakı digər bütün güllərdən daha gözəl və ətirli çiçəklər açdı. Kənd sakinləri bu nadir gülün gözəlliyini görmək üçün hər tərəfdən bağa axışdılar. Gənc bağban başa düşdü ki, zorla gözəllik yaratmaq olmaz. Təbiət öz işini səbirlə görür. O, artıq heç vaxt tələsmir. Hər bir bitkinin təbii böyümə sürətinə hörmətlə yanaşırdı. Beləliklə, bağın şöhrəti daha da artdı və gənc bağban ölkənin ən məşhur ustasına çevrildi.